Bugünləri çox dadlı və faydalı xurmadan konfet hazırladım. Görünüşü çox gözəldir konfetlərin. İnanın ki, dadı ondan da gözəldir. Yəni görünüşündən də çox dadlıdır. Başlayaq belə. Başladıq. İngredientlər. Bizə lazım olan ingredientlər: küncüt qovurmuşam, arahis qovurmamışam, xurma, yağ və şokolad. Qramlarında video aşağısında dəqiqliyinə yazacağam inşallah. Aparaq xurmaları yumağa. Xurmaları yudum. İndi qoyuram belə suyu süzülsün. Arahisi qovuranda konfetdə çox dadlı olur. Biraz qovurum. Arahisi hələ qovrulsun. Siz bu konfeti hazırlayanda içinə badamla, qozla hazırlaya bilərsiniz. Qozla hazırlamışam, çox qəşəng dadlı olur. Badamla da həmçinə. Yəni istəsəz vacib deyil arahisi. Məndə indi evdə arahisi qalıb. Ona görə arahisindən hazırlayıram. Onda da qeyri-adi belə dadı olur qəşəng. Suyu süzüldü. Belə. Aparım boşaldım. İndi isə xurmanın tumlarını çıxardıram. Bu şəkildə belə əlimlə. Əzilməyə problem deyil. Onsuz da bunu əzəcəm blenderdan. Xurmaya başım qarışdı. Biraz daha çox qızardı. Problem deyil. Çox bilmiş. Təmizlədim tumlarını. Yəni dediyim kimi, istəsəz belə ağızda narahat edən belə qabıqlar olur, bəzən qalın olur xurmada, onu çıxarda bilərsiniz. İndi bunun üzərinə, xurmanın üzərinə qovurduğum arahisləri də əlavə edirəm. Bismillah. Xurmanı blenderdan əzəndə xurma belə saqqız kimin olduğuna görə blenderin belə gücü çatmır. Yəni böyük blenderdan da eləmişəm, balaca ilə də eləmişəm. Mən həmişə su əlavə edirəm, biraz da, yəni belə su əlavə edirəm xurmaya. Onsuz da belə hopur canına. Yəni problem olmur. Yəni onu paylaşmaq istədim ki, yəni ola bilsin ki, siz bunu hazırlayanda sizdə də eyni alınsın. Belə quruluq olsun, fırlanmır. Ona görə biraz belə su tökürəm. Blenderdan əzdim. Baxın belə alınır. Qəşəng. Ətri də superdir. İndi isə bunu bölürəm. Kim istəsə 2 yerə bölsün, kim istəsə 3 yerə fərq eləmir. 2 yerə bölürəm mən. Bax bu şəkildə atıram küncütün üzərinə qoyuram. Bol küncütə belə fırladıram, yapışsın. Yarısını tökdüm, küncütə belə fırlatdım. Tam belə küncütü belə canına çəkirdim. Baxın, belə plastilin kimin olub bu şəkildə. Oradan belə qopardıram, top-top edirəm. Bu şəkildə konfetlər hazırlayıram. Qaba streçlə bağladım. Üzərinə konfetləri düzürəm. Bu şəkildə hamısını hazırlayıram və qoyuram soyuducuya. Konfetlər hazır oldu. Bu qədər alındı. Qəşəng. Mən bu şəkildə elədim. Kim istəsə girdə də, yumru da eləyə bilər. Yəni problem deyil də. İndi bunu aparıram soyuducuya. Soyuducuda saxlayıram 15-20 dəqiqə. Belə bərkiyəcək yaxşıca. O vaxtacandakı şokoladımı əridəcəm. Burada 70 qram məndə şokoladdır. Damla şokoladı. Və 40 qram tərəyağıdır. Bax Mili, küncütlərə bax. Mili küncütü çox sevir. Soyuducuda bir yarım saat saxladım. İstəsəz çox da saxlaya bilərsiniz. Problem deyil. Bıçağın arxası ilə, belə ortasından belə balaca yol açıram. Bu şəkildə də etmək olar. Qəşəng olur. Mənim xoşum gəlir. Yəni istəyə görə, zövqə görə. İçinə də bismillah şokoladı tökürəm. Mən hamısını belə edəcəm. Yəni mənim belə xoşuma gəlir. Görünüşü çox gözəldir konfetlərin. İnanın ki, dadı ondan da gözəldir. Yəni görünüşündən də çox dadlıdır. Yəni görünüşündən də çox gözəldir, həm də dadlıdır.
Siz de hazırlayın, çok seveceksiniz. Aparıram soyuducuya. Yine soyuducuya bir 15-20 dəqiqə şokolad donana qədər saxlayıram. Sonra iftar süfrəsində çayla içirik. Allah orucunuzu qəbul etsin. Allah süfrənizi bol bir bərəkətli etsin. Mənə abunə olub və like qoyanlara hər kəsə təşəkkür edirəm.